Salam, hər vaxtınız xeyir olsun. Mən FES Akademi Liseyi üzrə Riyaziyyat və Məntiq müəllimi Aysel Əhmədova. Bu gün sizlərlə riyaziyyatdan sınaq suallarının həllinə baxacağıq. Birinci sualımız bizə tənlik verilib və biz tənliyi həll etmək üçün dəyişənləri bir tərəfdə toplamalıyıq, rəqəmləri bir tərəfdə. Bilirik ki, 13x-lə 12x bu da dəyişənli ifadələrdir. Biz bunu bir tərəf, 12x-i digər tərəfə, 15-i də 25-i də digər tərəfə keçirsək əks işarə ilə. Yəni 13x çıxılsın 12x olacaq. 12x müsbətdir, bu tərəfə mənfi kimi keçdi. 14 müsbətdir, amma 25 onun yanına mənfi kimi gəlir. Və 13x-dan 12x çıxanda bizə mənfi, yəni müsbət eləyib, də x qalır. 14-dən də 25 mənfi 11. Yəni böyükdən kiçiyi çıxırıq və böyüyündə işarəsi yazılır. Cavab A variantı. İkinci sualda faizi ədədə çevirmək üçün, yəni ədədlə ifadə etmək üçün verilmiş faizi 100-ə bölməliyəm. 0-dan 43 edəcək. Keçirik 3-cü suala. 3 ardıcıl tək natural ədədin cəminin 15%-i 11,25-dir. Bu ədədlərin ədədi ortasını tapın. 3 ardıcıl tək natural ədədin cəmi 15% deyirsə, biz nə etməliyik? Tək natural ədəd 3 ardıcıl. Bunların düsturunu yazmalıyıq. Birinci 2x plus 1, ikinci 2x plus 3, 2x plus 5. Bunların cəmi 15. Bunların cəmi eləyər 6x plus 9. Bunları da 15-ə ədədin faizini taparkən ədədi verilmiş faizə vurub 100-ə bölməliyik. Bu da bərabərdir 11,25-ə. Yəni, yazaraq bunda düzgün olmayan şəklində 1025. Yüzlər ixtisar gedir. Qalır 6x plus 9 vuraq 15. Bərabərdir 1125. 1125 ilə də 15-i ixtisar aparsaq, 6x plus 9 bərabərdir 66-ya. Daha doğrusu 75-ə. 1125 15-ə bölündə 75. Sonra 6-yı 9-u burada digər tərəfə keçirdəndə 6x bərabərdir 75, 9 çıxılacaq. O da 66. X da bərabərdir 66-yı 6-ya böldükdə 11. Bizdən də deyir bu ədədlərin ədədi ortasını tapın. Ədədi orta nədir? Ədədləri toplayıb sayına bölmək. Ədədləri toplayanda elə yazmışdıq ki, 6x plus 9-dur. Bölürəm 3-ə. Bu zaman 6x-im 11 olduğuna görə ədədləri toplayarkən 66 üstə 9 bölünsün 3. O da bərabərdir 75 bölünsün 3. O da bərabərdir 25. Doğru cavab C variantı. A plus 3 vurulsun x bərabərdir 1 tənliklərdə A hansı ədəd ola bilməz? Ola bilməz dediyinə görə. Baxın, hasil, yəni A plus 3 vurulsun x-dir. Hasil 1 verilib. Mən bu hasildə x-i ya 0 qoya bilərəm, ya da bu ifadəni 0 qoysam olmaz. Çünki vurgulardan biri 0 olarsa, hasilimiz 0 olmalıdır. Ona görə mən A plus 3-ü 0 götürürəm. A-nı mənfi 3 ola bilməz. Çünki A mənfi 3 olsa ifadənin hasili 0 olardı. Amma burada 1 verilib. Deməli, A mənfi 3 ola bilməz. Aha, indi deyirik ki, bir ədəd o birindən 36 vahid çoxdur. Mən ədədin birini x götürürəm, birini y götürürəm. Yəni, x bərabərdir y plus 36 yazdım. Böyük ədədin, indi böyük ədəd burada x-dir də, x-in deyir 40%, kiçik ədədin 60%-ə bərabərdir. X vuraq 40 bölək 100 bərabərdir. Y vuraq 60 bölək 100-ə. Yüzlər ixtisar gedir, hər tərəfi 20-yə ixtisar aparsam, 2x bərabərdir 3y-ə. Məndə də verilir hansı ifadə? Məndə verilmiş ifadəm x bərabərdir y plus 36-dır. Mən bunu uyğunlaşdırıb gətirib yazmaq üçün bunu 2-yə vursam, 2x bərabərdir 2y plus 36-ya. 2x-imin qiyməti var elə. Gətirib burada yerinə yazıram. Bunu 2-yə vurdum. Bax, yadınıza saxlayın. 2-yə vurdum ki, vurmaya da bilərsiniz. Buradan x-i tapırsınız. 3y bölü 2. Gətirib x-i yerinə qoyursunuz. Yəni, 2-yə vurdum ki, yəni kəsrdən istifadə etməyim. Və bunu vurduqda, gətirib yerinə yazıram. 3y bərabər 2y plus 36. 3y hardan aldım? Çünki burada yazmışam ki, 2x-im 3y-ə bərabərdir. 2y-i digər tərəfə keçirsəm, 3y-dən də 2y çıxanda y 36 alındı. Deməli, y-im 36-dır. X da 36 üstə gələk 36. Çünki demişdik ya, 36 vahid çoxdur. Burada başda yazmışıq. O da eləyər 72. Cavab 36 ilə 72. 2 variantda verilib, B və D-də amma düzgündür.
Qonşu bucaqlardan birinin 4 misli digərinin 11 mislinə bərabərdir. Qonşu bucaqlar dediyinə görə biz bilirik ki, qonşu bucaqlar bax bu şəkildə qonşu bucaqların cəmi 180 dərəcədir. Və deyir ki, biri digərinin 4 misli, 4 bax deyir ki, bucaqların birinin 4 misli, digərinin 11 mislidir. Mən tez bayaqkı kimi bu x plus y bərabərdir 180-i 4-ə vuraram. 4x plus 4y bərabərdir 720. 4x-in yerinə gətirib 11y yazıram. Bunlar toplananda eləyər 15y bərabərdir 720. Y-i də taparkən 720 bölünsün 15 yazırıq. Bu da bərabərdir 48-ə. Deməli, y-im 48-dir. X-i necə taparam? X-i tapmaq üçün təbii ki də biz bilirik qonşu bucaqların cəmi 180 idi. Gətir burada yazarıq ki, x plus 48 bərabərdir 180. X də eləyər neçə? 132. 132 və 48 B variantı. 7-ci sualımız. Ən kiçik üç rəqəmli ədədlə, ən kiçik üç rəqəmli ədədlə məhsul ədədin fərqi, ən kiçik üç rəqəmli ədədim 100-dür. Məhsul ədədlə deyir fərqi, yəni çıxıram x-i. Fərqi ən böyük iki rəqəmli ədəd. Ən böyük iki rəqəmli ədədim nədir? 99. Ədədlə həmin məhsul ədədin cəmindən 15 vahid azdır. Çıx 65. Məhsul ədəddir, tapın. İndi mən bunu tənlik həll etməliyəm. 100 çıxaq x bərabərdir. 99 bu mötərizələri atsam, 99-dan 65 çıxaram. Bu neçə eləyəcək? 30 eləyəcək 4 plus x. Mən bu x-i bu tərəfə, 34-ü bu tərəfə keçirdirəm. 100 çıxılsın 34, əksi işarə ilə x plus x. 100-dən 34 çıxsaq, bu eləyəcək 66. 2x da bərabərdir 66-ya. X da eləyəcək neçə? 33. X bizdən də məhsul ədəd 33. Növbəti sualımız yenə bizə tənlik verilib. Əslində sadə bir tənlikdir. Deməli, bu tənliyi biz nə etməliyik? Toplayıb açmalıyıq. Yəni, buradan biz toplasaq, x minus 73 mənfi qarşıya gəlir. Çıxaq 327, üstə gələk 717. Bərabərdir mənfi 615-ə. Biz də bilirik ki, mənfi 73 ilə mənfi 327 eləyər x çıxaq 400. Üzərinə 717 bərabərdir mənfi 615-ə. Mənfi 400 ilə müsbət 717. Mənfi ilə müsbət toplayarkən böyükdən kiçik çıxılır, böyüyün işarəsi qoyulur. 717-dən 400 çıxırıq 317, amma üstə gələk 317. İndi 317 ilə x-i tapmaq üçün digər tərəfə keçirik, mənfi kimi keçir. Çıxaq 317. Bunları da toplasaq, mənfi 932 D variantı. Gəldik ehtimal bizim bölməmizə. Qutuda 5 qırmızı, 8 qara karandaş var. Təsadüfən çıxarılan bir karandaşın qırmızı olması üçün əlverişli hallar sayını tapın. Əlverişli halların sayını soruşur birdən. Ehtimalı soruşmur. Mümkün hallarımız nə qədərdir? Mümkün hallarımız 5 ilə 8-də əgər bizdən bax soruşsaydı. Mümkün hal ümumi 13-dür. Əlverişli hallar isə əlverişli hallar. Qırmızı nə qədərdir? 5 dənə. Əlverişli hallar ilə qırmızının sayıdır. Cavab 5 olacaq. Amma ehtimal soruşsaydı, artıq ehtimal olacaqdı mümkün hallarda əlverişli hallar. 13-də 5 şəklində. Məhlul məsələsidir. Deyir 900 qram 80% spirt məhlulunda neçə qram su buxarlandırmaq lazımdır ki, məhlul 90% olsun. Biz də bilirik ki, məhlul məsələlərində başlıca düsturumuz maddə vurulsun 100%, bölünsün məhlul bərabərdir p%. Əgər su buxarlandırmaq deyirsə, düsturumuz maddə vurulsun 100, bölünsün məhlul çıxılsın su. Niyə çıxılsın? Buxarlananda artıq məhlulun tərkibindən ayrılır. Maddənin tərkibində su olmadığına görə məhlulun tərkibindən su çıxacaq. O da bərabərdir p%. Birinci, mənə maddə məlum deyil. Məhlul var 900, faizim var, p var 80. Biz mən maddəni tapıram. Maddə vurulsun 100, bölünsün 900 bərabərdir 80-ə. Bunlar getdi, burada bir 9 qaldı. Qarşı-qarşıya vursaq 720 maddəm oldu. Gətirib indi digərində maddənin yerinə yazaram. 720 vurulsun 100. Məhlul 900-dür. Çıxaq su. Bərabərdir 90 faizli məhlul. 90 yazırıq. Baxırıq ki, burada 720 ilə 90 ixtisar gedir. Burada qalır daha doğrusu 8.
Sonra burada qarşı-qarşıya indi vurmaq qaldı bir dənə. 800 eləyir. 800, 800. Qarşı-qarşıya vursaq 900 çıxaq su bərabərdir 800. 900-dən neçə çıxsam 800 eləyir. 100 çıxsam. Deməli su da 100 imiş. O da B variantı. İnşallah ki, sınağın, izahı sizlər üçün aydın oldu. Nə qaranlıq qaldısa, rəy bölməsində yaza bilərsiniz fikrinizi. Oldu. Sağ olun uşaqlar.